5 ildir ki, yanır. Amma müqəddəs deyilən bir sözdə birinci bizlər üçün ana başlayır, vətən başlayır. Allah müqəddəsdir, Quran müqəddəsdir, Əhl-i-Beyt müqəddəsdir. Bu müqəddəslik uğrunda nəsə bir candan keçmək hər oğula nəsib olan bir şeydir. Bəli, bəzən sual verir ki, sən getdin, sənə nəsib olmadı. Bəlkə də o qisməti yazan dəqiqliklə bütün, çünki sual veriblər Həzrəti Peyğəmbərə, cavablandırır ki, feillər hamısı Allahdan. Bütün görülən işlər, atılan addımlar, zaman, saat, hamısı Allah iradəsidir. Allah Teala bu məqamı bu şəhidlərə veribsə, demək, onlardan nəsə bir onlar üçün bir mükafat, bir yer hazırlayır, biz bilmirik. Ailə baxımından bədbəxtçilikdir, çətinlikdir. Axı bilirsiniz ki, çox çəkmədi, Niyamətlinin atası İsrafil Baba da dünyasında işdir. Allah rəhmət eylesin. Bəzən insanın dərdi ürəyindən asılmış bir daş olur. Elə oturanda da, duranda da o ağır yük ürəyindədir, gəzdir. Ağır durumların, ağır zamanların adamlarına çevrilmişik. Vətənə xatir bəzən səbr edirik, çətin də olsa dözürük. Amma arzularımız vardı, xəyallarımız vardı. Hamısı qaldı torpağın üstündə. Hamısı büküldü bayraqlara. Allah şəhidimiz Niyaməttinə, onunla bərabər burada yatan qəhrəmanlara hamısına Allah rəhmət eləsin deyirəm. Allah səbir versin. Əgər səndən bir söz düşsə, hər dəfə deyərəm, heyf səndən gözəl oğlum. İndi mən dərdimi kimə deyim? Getdiyin yolların hər qarışına, hər addımına qurban olum. Xəlqimə qəhrəmanlığın qalsa da, mənim evim qəmlə doldu. Buludlar altında uçan bəyaz göyərçin kimi, küləkdə, yağışda sənə tərəf uçmuşam. Nə sən geri dönmürsən, nə mən sənə çatmıram. Səni axtarmaqdan əldən düşüb yorulmuşam. Həsrətindən yanan könlüm səni bir an unutmadı, hər mənzildə xatırladı. Niyə məndən uzaqdasan, səndən ötürü darıxmışam. Nə aranda, nə dağdasan, sənə tərəf ay deyilən, il deyilən yol gəlmişəm. Nəyə lazım bu dünya ki, isti yuvam tez dağıldı. Bəli, mənim qardaş bacılarım, bəzən görürsən ki, yuva hərarətin istiliyini itirir, oradan bir cavan tabutu çıxarsa. Məxsusən də bir məsum balanın, bir şəhidin tabutu çıxa bir evdə, o evdə görürsən ki, uzun müddət nə olar? Orada sərinlik olar, soyuqluq olar. Orada sevgi də, oradan məhəbbət də, ümumən nə varsa səadət də üz döndərər. Ona görə də Allahdan sizlərə səbir diləyirəm. Arzusu ürəyində qalan bu gənc əsgərin, solmuş baharı vətən yolunda. Bu nakam talihim qısa ömrün, adın şəhid yazdılar məzar daşında. O dünyasında çox az bahar görüb. Onsuz aylar, illər çox qəmli ötüb. Bir payız səhəri gözlərin əbədi yumub, qopub ömrün yarpağı cavan yaşında. Hərdən onunla görüşürük rüyada. Deyir, bilirəm, yükün ağır oldu dünyada. Söz vermişdim, qaydacağam, yağışlar, qarlar yağanda. İndi bildim ki, bəzən yaşıl yarpaqlar da solarmış baharlarda. Məni bağışla ki, səni gözü yaşlı yaşatdım bu vəfasız yollarda. Dərdimlə səni də qocaltdım cavan yaşında. Allah şəhidlərimizin məqamını uca eləsin. Allah şəhidlərimizi Peyğəmbər balalarından ayırmasın. Ahirət günü də bizi onlardan, onları bizdən uzaq salmasın. Çox lə uqsümü bil qiyamət, ustadlar bilir. Quran-ı Kərimdə var ki, onu siz nə bilməzsiniz, nə olan bir şeydir. Böyük həngamələr, böyük hekayələr, böyük söhbətlər, böyük mənzillər qarşıdadır. Keçmiş neçə mənzil bu fəna mülkünə gəlmiş, buradan da bəqa mülkünə, eylər səfər insan. Yəni, deyir Quran-ı Kərimdə, ey Nuh və Nuhla bərabər xilas etdiyimiz kişilərin evlatları. Yəni, bizim ata-babalarımız o gəmilərdə olur, o gəmidə olur. Oradan insanların babaları oradandır, özləri də neçə mənzil gəliblər, gəlib çıxıblar. Buradan da o dünyaya səfər ediblər. Amma vətəni sevmək tək bu şəhidlərimizin valideynlərinin, yaxınlarının, ümumən ordumuzda olan qazilərin yox,
Cəmən bu torpağın üstündə yaşayan vətəndaşlarımızdır. Səni mərd oğullar, sənə mərd oğullar edər canını qurban. Sən yeryüzünün cənnətisən Azərbaycan. Sənə oğlumun tabutuna bükülən bayraq. Bir daha yenmə səmalarda dalğalan. Ulu torpaq atalardan, babalardan yadigarsan. Qəhrəmanlar yurdusan, şəhid qanıyla yoğrulmusan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Allah elimizi, obamızı, cəmaatımızı, millətimizi qorusun. Ümid edirəm ki, bundan sonra dualarımızı Allah qəbul eləsin ki, xalqımız belə müsibətli günlər çəkməsin, yaşamasın. Ümumən